Çox üzr istəyirəm, amma istəmədən sizin söhbətinizdə qulaq şahid oldum. Deyəsən, siz də Conan Doyle oxuyursunuz, hə? Hə, Murad. Hə, çox şad oldum. Mən də o kitabları oxuyuram deyə istədim sizinlə tanış olum. Adım Ruslandır. Nə yaxşı, şad olduq Ruslan. Çox şad oldum. İstəsən bizi ilə əyləşə bilərsən. Yox, çox sağ ol. Mən birazdan duracağım. Sürücüm də gözləyir. Mən evdə Arthur Conan Doyle'un elektron kitablarını oxuyuram. Sherlock Holmes'un macəraları. Murad, deyəsən əsasən o kitabları sən oxursan, hə? Bəli. Onda səninlə tanış olduğuma 2 qat şad oldum. Mən də. Biz də şadıq. Yayı Bakıda olacaqsan? Ha, Onda biz gəzmələrə gedəndə sənə də deyərik. çox sevinərdim. Buyurun, bu da mənim vizit kartım. Gəlin, buya bir dənə də istirahət mərkəzi saxlamayaq. Hər yerə gedək. Mən bəyəndim. Bizim çevrəmiz böyür artıq. Tanışdığımıza şad olduq, qardaş. Belə tez-tez yığışanda sənə də deyərik gələr. Elə sevinərdim. Hələlik. Sağ ol. Sizə xoş istirahətlər. Sağ ol Ruslan, sağ ol. Murad, səncə ən çox Sherlock-u o oxuyur, yoxsa sən? Bilmirəm ki. Şəxsi sürücü, vizit kart, elektron kitablar, imkanlı uşaqdır ya deyəsən. Olsun da, po. Oo, daha bir imkanlı Ceyhun'un xəttinə dəydi deyəsən. Heç fikir vermə.